Astarada tələbə dənizdə boğularaq ölüb. Hadisə şəhər ərazisindəki nəzarətsiz çimərlikdə olub. Belə ki, Lerik rayon sakini Tunar Talihoğlu Qafarov dənizdə dostları ilə çimərkən boğulub. Onun Astarada kollecdə oxuduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qafqazinfonun əldə etdiyi məlumata görə 21 yaşlı Məmmədhəsən Həsənov Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci maddələri ilə təqsirləndirilib. Onun barəsindəki iş Abşeron rayon məhkəməsində baxılıb. Bildirilib ki, Məmmədhəsən orta məktəb şagirdi olan qızla sosial şəbəkədə tanış olub və onu sevdiyini bildirib. Daha sonra onlar Abşeron rayonu Digah qəsəbəsi yaxınlığındakı qəbristanlıqda görüşüblər. Buradan Məmmədhəsən Gülbənizə qarşı müxtəlif əxlaqsız hərəkətlər edib. Bundan bir müddət sonra isə Məmmədhəsən Həsənov 9-cu sinif şagirdi olan yeniyetmə qızı şantaj etməyə başlayıb. O, görüş vaxtı Gülbənizlə birgə videosunu çəkdiyini və 100 manat verməyəcəyi təqdirdə həmin görüntüləri yayacağını deyib. Çıxılmaz vəziyyətdə qalan qız məsələ barəsində polisə məlumat verib və Məmmədhəsənlə görüş təyin edib. 2024-cü ilin dekabrında baş tutan həmin görüş zamanı Məmmədhəsən Həsənov saxlanılıb. Abşeron rayon məhkəməsinin ötən həftə çıxardığı hökmlə Məmmədhəsən Həsənova 4 il 3 ay həbs cəzası verilib.